Sen ne şirin kızsan böyle. Zeynep'im. Güzel kızım. Arılı kızım. Ay güzel kızım. Arılı kızım. Haydi. Beş ev müddet. 5 ev, 10 ev, 30 ev, 50 ev. Geçsə yenə şəhidlərdir bizim üçün. Oğladır, bizim üçün əzizdir, bizim başlarımızda. Əbədi olaraq xətrimizdir, bizim qəhrəman evladlarımız üçün. Heç çox unudulmayacaq. Onların göstərdiyi böyük xidmətlər. Həmişə fəxr edirik. Azərbaycan bizim var aşçı babalarımız, şəhidimiz Nazım müəllimin deyib Azərbaycan xalqı olaraq. Azərbaycan xalqı şəhidlərimizin bu anam günündə onların hamısı anır. Qərab prezidentimiz, vitse-prezidentimiz Qubay xanım həmişə şəhidlərimizin adının əbədiləşdirilməsi, onların adlarının xatirələrinin uzaq tutulması üçün lazım olan göstərişlərini, tövsiyələrini verir və şəxsi nümunələrdə bunları göstərməsini istədik. Bugün də sizinlə bir yerdə olmamız təsadüfi deyil. Sizə və ailənizə bizim şəhidimizin göstərdiyi böyük qəhrəmanlıq nümunəsi o ailə tərəfindən ona verilmiş böyük tərbiyənin nəticəsi. Siz vətənpərvər bir evlad yetişdirdiniz. O evlad ki, o evladın göstərdiyi qəhrəmanlıq həqiqətən də Azərbaycan tarixinə silinməz izlərlə yazılır. Qızıl hərflərlə yazılır. Allah sizə can sağlığı versin. Qalan evladlara can sağlığı versin. Çox sağ olun. Sizin qarşınızda baş əydik. Şəhidlərimizin onunla qarşısında baş əydik. Doğrudan biz şəhidlərimizə borcluyuq. Eyni zamanda onun valideynlərinə borcluyuq. Cəmiyyət sizə xüsusi hörmət və ehtiramla yanaşmağı özünə borc bilir və hər zaman belə olacaq. Hər zaman da şəhid ailələrinə, o atasına, anasına, ailə üzvlərinə hörmət, ehtiram, izzət göstərilməsi bizim bir vətəndaşlıq borcumuz, bir vətənpərvərlik borcumuz. Belə də olacaq, belə də olacaq. Sağ olun, var olun, çox sağ olun. Onun hayatına dair onun birçok dövüşçüleriyle, İslam'la dövüşürler. Onun dövüş faaliyetini öğrenmek için bir neçə dövüş yoldaşlarına araştırma aparmışam. Hansı ki o adamın kucağında tapşırır. Perişan Əliyev başlayır. Deyir ki, ben komandirden 20 metre böyle uzaktaydım. Yüzlü minamyot atışım başladı. Komandir yıkıldı, ben kaçtım onu. Kardeş kılıkını koydum kucağına diye. Yüzlü kanatma vardı. Öyle bir şey gördüm ki bir tekrar olunmaz. Şu anda fazlası yok idi. 50 yüzüne atarız. Ben fikirleştim neyim diye. Gördüm bayrağı çıkardı. Sormamış dedi. Bayrağı öptü. Tapşır. Allah rahmet eylesin. Ne kadar insan bayrağı devlete sonra başlıyor. Allah sonra əsl həmçin, hərbəttən keçmiş vətənə bağlı, sevgi dolu, İslamla yaşayan bir insan. Ve muzeyde biz gördük, o sizleri ispatlara bakın. Ben şimdi ben hiç unutmadım, onlardan çıkmak. Allah rahmet eylesin. Büyük hürmetler, bugünkü nesle, gelecek nesiller için asıl örnek. Müziğe çok gelirler. Serhat boşanlarından, Bakır boşanlarından, Menteran mektepleri, Güzel işlerle anlatıyorlar. üniversite talebeleri, Nəqliyyat Nazirliğinden gelmişler, rayona keçen eşitler. Onlar geldiler, baktılar, işitmişler, müziğin solarını.
hamısı yetkin fikrini görüşünə görə Sizə sağ olun ki, elə muzeyin yaradılması özü doğrudan da çox böyük bir xidmətdir. Bu bugün üçün yox, gələcək üçün lazımdır. Ona görə çox sağ olun, var olun. Allah sizə olsun, Allah hamınıza can sağlığı versin. Şəhidlərimizə də Allah sizdən. Çox sağ olun cənab başçı, təşəkkür edirik sizə. 5 il keçməyinə baxmayaraq siz hər zaman rayonumuzun şəhid valideynlərinin, şəhid ailələrinin yanında olduğunuz, heç vaxt unutmadınız. Hər zaman diqqət mərkəzində saxladınız. Bundan ötürü sizə kənd ictimai həyatı adından təşəkkür edirik. Sağ olun, minnətlər. Çox sağ olun. Belki dağlar duman duman savrulur, belki sesim çığlık çığlık duyulur, belki yavrum bir tabuta koyulur. Üzülme annem, bir yangın ki ciğer ciğer kavrulur, bir yangın ki kardeş kardeş vurulur. Belki kalbim bir bayrağa kan olur, gülümse annem. Yine yağmur ince ince çiselenir. Elə bir dərsdir ki, bunu unutmaq mümkün deyil. Taksim danışardı ki, Türkiye'de olanda, məzuniyyətə gələndə Ramazan bayramı məzuniyyətinə deyərdi ki, alışveriş yerlərinə, xidmət yerlərinə adam gedəndə məsələn, aptekan ya bir yerə. Bir tühlər bizi deyir, lağ eləyirlər, bizə gülürdülər. Abi, siz nə gündəsiz, bir oğuz erməninlə qatıb üstü qabağıdır, doğru. Nə gündəsiz, bir bu adamı elə yaralayırdınız. O diyor, Taksim'in sanki bütün faaliyeti onunla bağlıdır ki, Hasan Qarabağ azad olar. Sağ olsunlar bu gençler, bu şehit balalar, bu şehit zabitler, şanlı ordu, bu ləkəni bu xalqın üstündən attılar. Xalq dikəldi, yəni üzü ağ oldu. Bu balaların qanı hesabına bu qələbə kazanıldı. Ne bileyim, Taksim kimi oğullar, bütün şehitlere kurban oldu. Hamısı seçilmişler. Hamısı seçilmişler. Taksim her taraflı insan idi, her taraflı. Mesela onun bir tane sözü, onun bir tane köməkçisi olmuştu. Elvin Namazov. Kazak'ın yukarı Salahlı kendinden. Hele diğerdi Gəncəyə açan geldin gedək bir defa Elvin'in qəbrini ziyaret ediyor. Elvin Lalatepe döyüşlerinde həlak olmuştu. Axır ki geçen yıl yanvarda getdi, Taksimsiz onun qəbrini Amin. O kadar onu çok sevirdi ki Taksim'i telefonunda onun şekli birinizi seyredi. Thank you.
zabitlər dostlarım var. Akışını bütün əsgərlər, bütün zabitlər hamısı istəyir, hamı xüsusi mənfəət vardı, xüsusi hörməti vardı. Çox yüksək insan kəziyyətlərə malik. Vətən sevgisi də ki, onun hərbi vətən sevgisi. Yəni, mən elə bilirəm, ikinci, çox hərbislər görmüşəm, çox zabitlər. Şəxsən tanıdığım, çox şəhət var. Akışındakı vətən sevgisi çox vardı. Hər şey vətən sevgisi. Sərtliyi var, ondan olsa geriyə hər şey tapşırıqlarda heç bir tapşırıq yarmış var. Üçüncü çarşıda tapşırıqlar belli ağır tapşırıq dağılmaz. Bu ağır şərtlik bütün pillələrini əla qiymətlərlə başa vurmuşdu. Çox savadlı abi, çox savadlı. Çox gözəl nadir qabiliyyəti var, çox qabiliyyəti, çox yüksək səviyyədə. Türkiyədə oxumağa hər adam getmək. Bəlkə bir nəfərdən biri gəlib. Akşamın dərsliklərdən getmək olur, sütən aktivələrdən çox seçilmiş insan, hər türlü seçilmiş. Bir Polat Həşimov müşavirədə deyir, əməliyyat müşavirəsi minlərdir. Olanda deyir, gəlmiş ki, buyursun Mayor İbadet məsələnin şərhini, izahını etsin. Bir aksin çıxış edərdi, danışardı, izahat verərdi, danışardı deyir. Qutarandan sonra Polat Həşimov deyir, üzün döndərərdi zala. Gəlmiş kimin Mayor İbadet'e sualı var. Zal deyir, susardı. Üzün tutardı qardaşına deyir, qardaşım, bəlkə sənin sualın olar. Anacı deyir, bir ona da ləzzət edərmiş, deyir, əlin qılardı, bilərmiş, deyir. Belə savadlı zabit olmaq lazımdır. O məsələnin ki, şərhin, İsa'nın Mayor İbadet orada qaranlıq məqam mı qalar, sual verməyə ehtiyac olsun. Polad onu çok seviyor. Polad Həşimov şəhərdə olanda Türkiyədə danışdı. İmkanı ufak gəlib qeymələri müraciət çıxardı. Polad Həşimov bu arada geniş həmin vaxtı bir məruzə da hazırlamışdı. İndi də var xatirələrdə, dəftərlərdə var həmin yazılar. Muzeydə də var həmin o yazılar. Mən fəxr edirəm ki, Akşin qardaşıyam. Çünki bunu dəfələrlə gördüm. O gün Kəlbəzərdə bir uşaqla rastlaşdım. Təsadüfən özü gəldi, yaxınlaşdı. Elmur idi, Qaracabey postluğun başqası. Kəlbəzərdə rastlaşdım. Belə danışdı. Hansı ki, postlara bir yerdə gedir. Yaxınlarda bir işlə bağlı nömrə yaddaşa yazmışdım. Bakıda Şevvalli mərkəzində maşın hissə lazım idi. Həmin nömrəni yaddaşa yazdım. Nömrəni yaddaşa yazanda istər-istəməz profilə şəkli düşür, da status şəkli düşür. Şəkli gördü, öz zəng eləmişdi ki, bəs mən Akşinin əskəri olmuşum. Faktöründə qalır da, gör insanların qəlbində nə qədər iz bırakıb ki, o vəfat edəndən sonra onun yüzə qədər seçmiş əskəri gəlib onu ailəmizi ziyarət elədi, üzrə gəldilər. Eləsi vardı, bir neçə dəfə gəldi. Sonra o Türk əsilli Belçika vətəndaşı nə qədər buna məhəbbəti varmış ki, onun xatirəsinə Benin Respublikasında bir xüsusi bir şəhərdə bir məscidə su çəkdirir. Və orada dəstəmaçxana inşa elətdirir. Başının şəkilləri də asılır. Var idi telefonlarda da, telekanallarda da verir. Və həmən Türk əsilli Belçika vətəndaşının o qədər onun qiymətini
bebek seviyesine heyrandır. Sağ olun, teşekkür ederiz size. Çok sağ olun. Allah sizden razı olsun. Bize ailemizin yanındasınız, desteksiniz. Çok sağ olun. Yine yağmur ince ince çiselenir, yine toprak yazı gelince çiçeklenir. Sen beni hep rüyalarda gör annem, gör ki kalbim bir mezarda dinlenir. Sen beni hep rüyalarda gör annem, gör ki kalbim bir mezarda dinlenir. Belki dağlar duman duman savrulur, belki sesim çığlık çığlık duyulur, belki yavrum bir tabuta koyulur. Üzülme annem, bir yangın ki ciğer ciğer kavrulur, bir yangın ki kardeş kardeş vurur. Belki kalbim bir bayrağa kan olur, gülümse anne. Akşam olur, hasret büyür, dağ olur. Bu dağlarda kurşun atsan çığ olur. Sen oğlunu geri dönmez say annem, ben ölünce belki vatan sağ olur. Sen oğlunu geri dönmez say annem, ben ölünce belki vatan sağ olur. Belki dağlar duman duman savrulur, belki
onda olub. O 2021'in yanvarın 4'ünde Akşin kimin bu baş leytenantın qucağında tapşırır, onun döyüşçüsü. O bələdçilik eləmişdi və Məhəmməd Hüseynlə Cəmil o bələdçi onları aparmışdı, onun həlak olduğu yerə çıxmışdılar. Onun həlak olduğu yerdə onun əşyaları qalmışdı. Hamısı qalıbmış. Onları oradan götürüb gətiriblər. Bu onun patron darağıdır, qəlpə dəyib bunu dağıdır. Qəlpə dəyib onu dağıdır. Patron darağıdır, patronların yeri. Qəlpə dəyib onu dağıtmışdır. Bunu belə qoymuşdu. Onun qabıdır, onun fütləridir. Binoklun fütləridir. Bu onun üstündə olur. Bu idi. O onun üstündə olur. Açıl var orada. Açılır. Yeri var. O açılır, koyulur oraya, sonra onu belki. Belə. Ha. Döyüşçünün Mən qoyarım. koyulur. Buran onun zirehli jiletin cibində olur. Qəlpə sıyırıb onu belə vəziyyətə gətirir. Bu onun saysız hesapsız sertifikatlarının bir hissəsidir. Bu onun qeydləridir, müəyyən döyüşlərdən, əvvəl İlələtəpə döyüşlərindən olan qeydləri, döyüşlər haqqında. Onun şəxsi yaşlarıdır. Döyüşlərdən çəkilmiş şəkillərdir. O, həmən yerdə ki, həlak olmuşdu, orada onun qanlı kitelidir. Yəni ki, o harda saxlanılır, gedib orada çəkmişdilər, onun şəklini amma verməmişdilər. Bu onun döyüş yolunu göstərən sxemdir, haralarda döyüşlərdə olur. Həmən onun təltifləridir. Onun orta məktəb atistatıdır. Ələ qiymətlərlə qalır. Onun şəhadətnaməsinin hamısı 5'dir. Onun Heydər Əliyev adına Ali Hərbi Məktəbin Millikası bir kitab. Bu da Türkiyədə Milli Müdafiə Universitetində magistratura tutarı. Onun unikasıdır. Orada onun akademik diplomudur, o da magistratura diplomudur. Onun şəxsi əşyalarıdır. Müzeye gələnlər çox olur, həddən artıq. Güney İsrail'in 4 dənə qrup gəlmişdi. Bir 5 nömrəli məktəbdən gəlmişdilər. Sonra rayon təşkilatlarından gəlmişdilər. Sonra 7 nömrəli məktəbdən gəlmişdilər. 7 gəlmişdilər. Bu onun simvolik olaraq onun həlak olduğu saati dayanır. Yəni ki 15:33'də tapşırıb. Onun kimin bucağında tapşırıb baş leytenant Əlişan Əliyev danışır ki, deyir, mən komandirdən 20 metre olar ki uzaqdaydım. Mərmi düşdü, komandirin 3-4 metre yaxınlığında, komandir yıxıldı. Mən qaçdım, götürdüm
kucağıma oturdum, kucağıma götürdüm. Yüzlü kanatma vardı. Bir takatten düşmüştü kanatmadan. Son anda bir gördüm elini apalıcı hiçbir takati yok etti diyor. Tam şöyle bilmedi. Elini apardı. Yavaş yavaş takatsız eli. Kendi ben cebinde Azerbaycan bayrağı varmış. Bayrağı cebinden tarihte çekti, gücüyle çekti. Gücü yok. Bayrağı röptüyle öldürdü. Bir dəhşətli mənzərə idi, deyir bunu bütün Azərbaycan verilsin. Əlişan Əliyeva danışır, deyir ki, görür bir insan nə qədər bayrağa sədaqətli, nə qədər sədaqət nümunəsi nümayiş etdirdi, deyir. Bu insan qeyri bir adi adam idi, o baş leytenant Əlişan Əliyev danışır. Nə bileyim, belə. Müziğe gelenler çok olur. Separadi mektebinden gelirler, onlar aşağı gelirler. Sonra şehir 2 nömrəli mektebinden gelirler. Sonra diğer mektebinden çok tanıdık. Qalpa dağıdır. Gelenler çok olur, müziğe çok hadden artık. Şəkil 5 nömrəli məktəbin müəllimləri və şagirdləri gəlmişdi. O məktəbdə 8A sinifi onun adınadır. Həmən sinifdə oxuyan bir uşağın valideyni bu şəkli rəssam çəkib və müziyə gəlib hədiyyə eləmiş. Allah razı olsun. Çoxdur belə insanlar. Qəmlərdə yaşayır. Bu nədir? Nazım mənim bu. Ha, o Murovda olanda belə onu götürüb orada bir ilanın qabığıdır belə. Zarafata onu gətirib koymuşdu. Belə maraqlı, hər şeyə maral göstərirdi. Təbiəti çox sevirdi. Yaşamaq işliylə yanırdı, nə bilim, həyat sever idi. Yine toprak yazı gelince